Yine bu xanım bir işler başındadır. Neyinirsiniz ay xanım Ay yine? hanım sen benim canım, gel seni alım. Qoynuma salım ay xanım. Bax Eskan, özüm hazırladım pul bibərə bax. Ağladım. Heç nə balıq qızardıram, amma bu dəfə fərqli formadır. Yox, O soğanı tam qoymursan, göstər qızım. O soğanı. Biraz öldürürsən. Hə. Sonra duzlayıb istiqdadığın balığın doğramasına bax. Balığı düzürsən, yaxından çək. Bir nə gözəl doğramışam. Qızlara göstər. Deyirəm, mənim anam gör balığı nə fərqli. Onu yox, ağlıma bir nə gəldi. Qızlar deyəcək ki, həmişə bütün çəkilişlərdə eyni paltardadır. Ananızın başqa paltarı yoxdur. Hə, mən paltar dəyişməyi sevmirəm çox. Bazarlıq elədiyim yeri dəyişmirəm, dostu dəyişmirəm, paltarı dəyişmirəm, ət aldığım yeri dəyişmirəm. Ümumiyyətlə balığı duzladıq, istiqdadıq. Bir balaca qovrulmuş soğanın üstünə düzdük. 2 dənə pomidoru kup doğradıq. O Türk ərvadı var, edərək kup. 2 dənə pomidoru doğun üstünə səpdik. Baxın, qabığa qızım. Yaşıl biberi doğradıq. Onu da Onu da əlavə elədik. elədik. Bunu da özüm hazırlamışam ev şəraitində. 2 qaşıq da tomatı gəzdirirəm balığın üstünə. Bir damcı da bu kəsanı, qalan tomatı təmizləyirəm. Həm də ki bir damcı su olsun. Bax bu dərəcədə. Çünki pomidorun özündə suyu olur. Balıq yekib pişməyə bu qədər asan. Xodunu alırsınız, qapağını qoyursunuz, düşür yağa. Tam yağa düşmür. İndi qoymuşuq. Onun üstündəki gözəlliyə bax. Həqiqətən çox qəşəngdir. Qızlar, Allah'ın da olsun, çox gözəl də ətri gəlir. Bax, yağa düşür. Həyatimdən dərdiyim petruşkanı da gəzdirirəm üstündən. Bir 5 dəqiqə da belə qalsın, petruşka ilə dəm alsın. Tam hazırdır, yeməyi hazırdır. Allah.